Bu kişinin nə az, nə də çox 12 arvadı, 102 övladı və 560-dan çox nəvəsi var. Hətta o uşaqlarının və nəvələrinin bəzilərinin adını da unudub. Ekranda siz həmin vaxt bu kişini görürsünüz. Belə ki, manşet az xəbər verir ki, 68 yaşlı Uqanda vətəndaşı Musa Hasahiya böyük ailəsi ilə dünyanın diqqətini cəlb edib. Lakin Musa son illər sürətlə artan yaşayış xərclərinin ailəsini dolandırmağı çətinləşdirməsindən gileylənir. Yemək, geyim və uşaqlarının təhsil xərcləri yığıldıqca, hətta 2 arvadı da maddi çətinliklər üzündən onu tərk edib. Buna görə də Uqandalı fermer daha övlad sahibi olmamaq qərarına gəldiyini açıqlayıb. Maraqlıdır ki, Musa Hasahiya bütün övladlarını və nəvələrini üzlərindən tanıyır. Lakin o sayları çox olduğundan hamısının adını yadında saxlaya bilmir. Əziz izləyicilər, maraqlıdır. Bu cür böyük bir ailənin aylıq xərci sizcə nə qədər ola bilər? Ümumiyyətlə, Musa Hasahiya 12 dəfə ailə qurmaqla doğru qərar verib, yoxsa ki, yanlış? Xahiş edirəm, rəylərdə yazın. Mən əminəm ki, bu xəbər bir çoxlarının təəccübünə səbəb olacaq.